bizim hamımızın arzumuz, bizim istəyimiz o kəndi yenə görmək. O məktəbi, o bizim kəndin 5 korpuslu məktəbin yenə ora qayıtmaq, o məktəbdə oxumaq, o məktəbi həyatına girmək, o məktəblə əlaqəsi olmaq hamının, bəlkə də əksər insanların arzusudur. Bizim kəndin təhsili ilk məktəblər o vaxt həmin dövrdə Mollaxana deyilən məktəblər olub və həmin məktəblərdə bizim kəndimizin özündə, kəndimizin öz sakinləri burada dərs demişlər və bu dərslərdə evlərində uşaqları hazırlaşmışdılar. Kənd uşaqlarını burada təhsil vermişdilər. Amma 1922-ci ildən sonra kəndimizə ikinci dəfə qayıdış olandan sonra o 18-22-ci ildə Göyçə ərazisində bütün insanları köçürdülmüş və o ərazilərdə böyük bir qırğınlar olmuşdu. 1922-ci ildə bizim kəndin əhalisi yenidən bir hissəsi qayıtmışdır və qayıdandan sonra 1923-cü ildə Sovet təhsil sistemi olaraq ibtidai 4 illik orta məktəb, ibtidai 4 illik məktəb açılmışdır və bu məktəbdə həmin dövr üçün kəndin savadı, o dövrün ən belə aparıcı bir məktəbi olmuşdur. Kəndimizdə 1930-cu ilə qədər məktəb 4 illik səviyyəsində olmuşdur. 1930-cu ildən 58-ci ilə qədər kəndin məktəbi 7 illik təhsil olmuşdur. 1958-67-ci ilə qədər Ağbulaq kənd məktəbi 8 illik olmuşdur. 1968-ci ildən ilə 69-cu ildə ilk buraxılış olub Ağbulaq kəndi məktəbi 10 illik tam orta təhsilli məktəb olmuşdur və 1988-ci il məlum hadisələrə qədər fəaliyyət göstərmişdir və bu məlum hadisələrdən sonra fəaliyyətini dayandırmışdır. Kəndimizin təhsilini ilk müəllimlərindən olan şair Niftalı Qədiroğlu, məşhur şair Aqil olub, ilk müəllimlərin, ibtidai sinif müəllimləri olub, Böyük Vətən müharibəsində həlak olub. Bundan başqa kəndimizin özündə müəllimlər az təhsil alan, ilk təhsil alanlar olub, amma bizim kənddə ilk dəfə məktəb yarananda məktəb direktorları başqa yerlərdən gəlmiş olub. Azərbaycan o vaxtı təhsil sisteminə uyğun olaraq bizim məktəbin ilk direktoru Rüstəm adında Kəvər rayonundan olub bir nəfər, familiyasını dəqiq bilmirəm. Sonra Bakıdan Mahmud Salmanov adında bir nəfər Bakıdan gəlib bizim kənddə məktəb direktoru olmuşdur. Öz kəndimizdən sonra Tapdıq müəllim Həsənov, sonra Ardanışdan İslam Əliyev, öz kəndimizdən daha Ocaqqulu müəllim Fərəcov, sonra Toğulca kəndindən İsa Əhmədov, sonra öz kəndimizin bundan sonraki müharibədən sonra dövrdə məktəb direktorları və müəllimlər, məktəb direktorları tam və müəllimlərin də demək olar ki, əksər hissəsi öz kəndimizin ziyalıları olub, öz kəndimizdə təhsil almış insanlar olublar. Kəndimizin ən böyük, ən çox uzun müddətli direktoru olmuş Məhəmməd Əli Novruzov. O ən uzun müddətli 16 ildən çox məktəbin direktoru olub. Sonra İbrahim müəllim Əliyev məktəbin direktoru xeyli vaxt oldu. Sonra İbat müəllim Əliyev, Oruç Əskərov və sonuncu 1988-ci ildə bizim kəndin sonuncu direktoru Xaliq müəllim Əliyev olmuşdu. Kəndin müəllimləri, ibtidai sinif müəllimlərimiz çox savadlı, qayğıkeş, öz şagirdlərinə hər bir təhsili öyrədən, hər bir ədəb-ərkanı ilə ibtidai sinifdən başlamış və bunlar çox yaxşı müəllimlər və gözəl bir tərbiyə vermiş müəllimlər olmuşdu. Ondan sonra bizim eləcə də müəllimlər, davamçı müəllimlərimiz olub. Çox bizim məşhur müəllimimiz olmuşdu. Məhərrəm müəllim Hüseynov, ondan sonra Mirəsən müəllim, ondan sonra bizim ilk ali təhsil müəllimlərimizdən olan biri Xalidə xanım Süleymanova və bir çox müəllimlər daha çoxdur. Sonra özümüzün məktəbimizi qutaranlar və gedib Azərbaycanda institut qutarmış və burada təhsillərini davam etdirən sonra gəlib kəndimizdə uzun müddət müəllimlər işləmişdilər və bu müəllimlərə bugün biz də minnətdarlığımızı bildiririk. Bunlar doğrudan da bizim bugün əhsiyə gəlməyimizdə, bu səviyyə çatmağımızda müəllimlərimizin rolu çox böyük olmuşdur və o bütün ümumiyyətlə təhsil sistemində olduğu kimi, Azərbaycanda olduğu kimi, bizdə olduğu kimi də biz bu işlərdə öz müəllimlərimizə minnətdarıq və onlara təşəkkürlərimizi bildiririk. Müəllimlərimiz həddindən çox
belə tələbkeş, uşaqlara qayğıkeş yanaşan müəllimlər olmuşdular və bunları biz özümüz də görmüşük. Bunların səviyyəsində təhsil səviyyəsi bizim kənddə yüksək səviyyədə olmuşdur. Oxuyanların demək olar ki, ilk 10-cu sinfi qutaran bizim ilk 68-ci ildə 10 illik qutaran 32 nəfər adam qutarmışdı. O 32 nəfərin yarıdan çoxu, 20-sə yaxın hamısı ali təhsilli olmuşdular. Özdə müxtəlif Azərbaycanda, eləcə də Rusiyada gedib təhsil almışdılar və bunların təhsillərini çox yüksək səviyyədə olmuşdur. Sonrakı dövrlərdə də yenə elə siniflər olub ki, məsələn 20 nəfər qutaranda, adətən qutaranda 20-21 nəfər qutarırdı. Onun 50%, 60%-i ali təhsil almağa qadir edirlər. Və bunların da onun səbəbi də bu müəllimlərimizin yüksək səviyyəsi və qayğıkeşlik səviyyəsində bizim bu kəndimizin gəncləri, şagirdləri və institutlarda öz təhsillərini müəllim daha çox pedaqoji məktəblərdə oxuyan çox olurdu. Eləcə də Kənd Təsərrüfatı İnstitutunda, eləcə də İqtisadiyyat Universitetində, eləcə də hərbidə bizim kənddən bir neçə adamlar qəbul olmuşdu. Eyni zamanda Tibb Universitetində oxuyanlar da var idi. Bu kəndimizin təhsili tələbkeş və yaxşı, çox belə sevimli müəllimlərlə bir yerdə təşəkkür elədiyimiz bir insanlarla məktəbimiz doğrudan da yüksək səviyyədə bir məktəb olmuşdur. Məktəbimiz müəyyən bu dövr ərzində oxuyan məzunlar, o tam 7 illik həcmində olanda, 8 illik, 10-cu ilində çox yüksək səviyyədə, yüksək belə qiymətlərlə bitirən məzunlar olmuşdur və onlar da Azərbaycanda, eləcə də Qərbi Azərbaycanda, indiki Ermənistan deyilən ərazidə bunların da yüksək dövlət işlərində, müəyyən işlərdə olmuş insanlar var. Bunlardan məsələn Hüseynov Rəhim olmuşdu. Azərbaycan Respublikasında Dövlət Qiymət Komitəsinin sədri olmuşdu. Hüseynov Allahyar Azərbaycanda Maarif Nazirliyində şöbə müdiri olmuşdu. Sonra bizim rayonda yüksək vəzifədə və yüksək deməli İcraiyyə Komitəsinin sədri işləmiş Zeynalov İskəndər Mehdioğlu, Əliyev Mahal müəllim, bunlar yüksək vəzifədə işləmiş. Sonra Talibov Əmir Əmiraslanoğlu eyni zamanda rayonun özündə də Azərbaycanda da Kömrük Komitəsində son dövrlərdə orada Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmişdi. Abbas Əliyev Ziyad deməli Dövlət Statistika Komitəsində aparat rəhbəri vəzifəsində işləmişdi. Əliyev Telman İsmailoğlu Gəncə Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, müəllim işləmişdi. Sonra eyni zamanda bizim kənddən bundan başqa Eldar İsmail, şair Eldar İsmail, rayonda çıxan Dostluq qəzetinin redaktoru, sonra bu 88-ci ildən sonra Azərbaycanda Tibb Universitetində Təbib qəzetinin redaktoru olmuşdu. Rafiq Fərəzov da eyni zamanda həmin rayonda Dostluq qəzetində yenə redaktor olmuşdu. Sonra Vətən Səsi qəzetinin baş redaktoru vəzifəsində işləmişdi. Son zəngdə yenə eyni qaydada son zəngdə bizim kəndin özəl bir dənə gül, çiçək deyirdik. Bir çiçəyi var idi. Biz ona darama çiçəyi deyirdik. Onun şəkildə o çiçək çox ətirli və çox gözəl görüntüsü olan bir çiçək idi və mütləq mayın 15-dən sonra o son zəngə qədər bütün siniflər otaqlarında, bütün hamı müəllimlərin qabağına o çiçəklərdən qoyulmalı idi. Sonra imtahan vaxtı, imtahanın vaxtı kənardan komissiya üzvləri gəlirdi. Eyni zamanda bunlar da bizim məktəbdə bu son zəngimiz çox yaxşı, yüksək səviyyədə keçirilirdi və hamı da bunda son zəng hər yerdə olduğu kimi elə bizim məktəbdə də həm sevincli, həm də kədərləndirici bir hal idi ki, biz hamımız bunu yaşamışıq. Bizim hamımızın arzumuz, bizim istəyimiz o kəndi yenə görmək, o məktəbi, o bizim kəndin, o 5 korpuslu məktəbin yenə ora qayıtmaq, o məktəbdə oxumaq, o məktəbi həyatına girmək, o məktəblə əlaqəsi olmaq hamının, bəlkə də əksər insanların arzusudur. Elə mənim özüm də, istəyən adamlar da, bizim Qərbi Azərbaycan icmasının müəyyən tədbirləri də olur, kəndimizin icma tədbirləri də olur və biz həmişə yığışanda elə oradakı xoş xatirələrimiz,
o xoş xatirələrimizi yada salırıq və onlarla danışırıq və onlar yadır. Və bizim də ən böyük arzumuz eləcə də deyildiyi kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demiş ki, Göyçə Azərbaycan torpağıdır, biz ora qayıtmalıyıq. Bəli, biz də ora qayıtmaq arzusuyla yaşayırıq. Gələcək nəslimizdə elə indiki nəslə hamımızın bizim məqsədimiz Göyçəni, Çəmbərəyi, o Göyçə gölünün Ağbulaq kəndini qayıtmaq və orada yaşayışı yenidən davam etdirməkdir.